Rəfət. Təhlükəliydi də 1-1. Qola baxın, qola. Şamaxıdan möhtəşəm qol izlədik. İndi olar, ötürmə gəldi, qapı qarşısına və top birbaşa tora daxil olur. 2-0, küncərməsində vurulan gol. Top qapıya daxil oldu. İlk ötürməsi, Suno yaxşı oynadı, Paris ötürmə, qapı önünə, bu zərbədir. Bu qoldur, bu necə möhtəşəm qoldur. Top göydən ot kimi düşdü, qapını yandırdı. Martin Junior ötürməsi. Mikel zərbə! Bu nə qoluydu? Qola bax, qola! Qola bax, qola! Golun müəllifi Leroy Jack Michels olur. Leroy Jack Michels. Paço, Ohori. Ohori irəliyir. Ohori daha bir gözəl hərəkətlər. Ohori və top qapıdadır. Top qapıdadır. Ohori hesabı açır. Ohori şou yaşanır Yevlax şəhər stadionunda və yenidən. Qarışıqlıq var orada. Topun yerini indi tapdılar. Ötürmə Massumuya. Massumu! Gol! Tomi Massumu! Mahmud oradan sol cinaha. Qurçi, qapıya zərbə və möhtəşəm qol. Neftçi 3-cü qolu vurur. Alessia Qurçidən möhtəşəm qol izlədik. Top ikisi, Eren top ələ keçirdi. Uzaqdan zərbə endirir və gol! 5-ci dəqiqə gözəl bir gol. Eren Aydın. Təhlükəli ola bilər. Sumqayıt komandasının standart vəziyyətdən yararlaması necə alınacaq? Ötürmə qapı qarşıda bir başa zərbə və gol! Mükəmməl gol! Nikola Nikoviç! Bitirdiyi topu yenidən qazandı Xəyal. Xəyal! Bu nə qoluydu? Xəyal Əliyev! Möhtəşəm qol!